Ephesians chapter Açın zəhmət olmasa 1. kitablarınızı. Thank you for the Efeslərə message, məktub 1-ci fəsildə. Pastor. Çox sağ olun pastor. Thank you for Mesaja the görə, message. It vəzə was görə. profound. Bu and çox gözəl bir söz touching. idi. Bizə çox toxundu. Yes, thank you. Bəli, çox sağ olun. So one of the things that I like to Xoşuma find gələn out şeylərdən about biri is what is happening in other ki, countries in aşkar the etməyə world çalışıram. Dünyada, with başqa our ölkələrdə people, nələr baş and verir. actually anywhere, Adamlarımızla və əslində hər hansı wherever bir the yerdə, gospel is preached. hardakı müjdə, vəz olunur. And İstərdim bilim one of orada our nələr baş verir. missionaries in Latin Və America, Latin Emmanuel, Amerikada misionerlərimizdən biri adı he stayed Emanuel'dir. in a home in Peru Peru'da evində with qaldı somebody who had been in the church for less than a year. və bir And ildən az daily at müddətdə the kilsəyə breakfast, gəlib unsaved gedirdi parents asked questions və which valideynləri ilə encouraged us to səhər yeməyi share the love of ətrafında God with them. Tanrının We sözünü invited them to the bölüşürdü, church Tanrının and finally məhəbbətini the mother bölüşürdü. came. Və biz On that anasını day dəvət she edirik received kilsəyə. Jesus Nəhayət o gəldi as her kilsəyə və Savior. İsa Məsih xilaskarı We kimi qəbul sowed etdi kilsə simple toplantısında. truth Biz sadə and bir həqiqəti reaped dedik o simple qadına joy. və sadə sevinci biçdik. Bev Speedy Əkin and Pastor nəticəsində. Larry, are they here? Beth You wanted Speedy to və stand up Pastor for a Larry moment? Speedy buradasınız. Bir anlığa Yeah, qalxa they're there. bilərsiniz You ayağa. wanna- If you can. Are you able? Qalxa bilirsiniz. There. Beth Okay. ayağını sındırmışdı, ayağa qalxa bildi Ali mi? from Iran. Ali, Bev wrote, İrandan Ali. who when we yazıb bu first məktubu. met him, İlk spoke dəfə little onunla English görüşəndə and o was biraz tired İngiliscə of danışırdı religion. və yorulmuşdu dindən. After Əli, attending our İranlı Bible Əli. studies in Və Bibliya Cyprus, dərslərinə It was amazing Kiprdə to watch his gəldikcə whole life heyrətamizdir change. indi 10 ildən sonra onun he həyatına became a baxmaq man necə who dəyişib. O completely trusted tamamilə that the Bible was etibarlı God's word Tanrı kişisinə and çevrilib, was Tanrının growing in his sözündə dolu relationship with və God. Tanrı ilə münasibətlərində Please pray for böyüyən him bir as he imanlıdır. continues Lütfən to onun be üçün dua edin. discipled, O has a vision to şagird reach kimi his yetişir, people böyüyür. Onun through the görümü nəzəri var ki, internet öz with the xalqına gospel çatsın, internet in vasitəsilə Farsi. müjdəni fars The dilində second İranlara young man çatdırmağa is çalışır. Marco from İkinci Venezuela. cavan qardaşımız As a new Venezuela'dan believer Marco'dur. seeking God, he joined our Yeni church imanlı kimi o Tanrını and loved axtarırdı, what he kilsəmizə heard. He gəldi allowed the Holy və Spirit xoşuna to gəldi change eşitdiyi him söz. from the inside Xoşuna out. gəlirdi ki, müqəddəs And ruhun now has daxilən dəyişməyə dedicated başladı his life və indi o to həyatını reaching həsr young edib people at the ki, gənclərə university he attends. universitetdə He's very active in Bibliya, our church, Bibliyanı going to çatdırmağa Bible çalışır. college, O çox fəaldır, Bibliya participating in kollecinə worship gəlir. Marco and Stayiş preaching and teaching xidmətində iştirak God's edir, word. vəz edir, Tanrının sözünü öyrədir. Ryan Reyna in Cambodia Ryan Reyna wrote, Kambodjada "Burden yazıb upon burden, that's what Satan ki, yük gives us üzərinə as we yük, walk as bunu his iblis slaves bizə in the verir. world." Biz bu dünyada Rasmin knew this gəzdikcə reality all too well. Her family və fell into Rasmin deep adlı birisi financial debt, ailəsində and from a çoxlu young maliyyə age she böhranı var worked idi for və öz years gənc to pay yaşlarında back o çox işləyirdi the ki, loan borclarını entirely on her own. ödəyə The weight bilsin, of this kreditlər tam onun üstündə responsibility idi kept her from və o marriage. bu When məsuliyyətini the debt daşıdığına was görə finally cleared evlənə by bilmirdi. selling her Sonra house, evini that satmalı loss oldu, still borcunu paled qurtaranda in comparison to the pain of hələ də losing her father. With no atasını money left to buy itirdiyi cloth to carry, cover və his atasının body, worn out cənazəsini and dust basdırmaq covered, üçün she pulu was yox left idi wondering, və bu what adam is the purpose of life? narahatçılıqda It was düşünürdü during ki, this həyatımın time mənası that her nədir və cousin, bu a member of həyatı our church, zamanında called her, yadına made a düşdü o phone adamın call. ki, kilsəmiz ona zəng Rasmin etmişdi decided to come və to Rasmin Phnom Penh qərara gəldi in Cambodia ki, to look for Kambodjada work. The church Nampeng gave her şəhərinə gəlsin, orada iş $10 axtarsın. for Kilsə transportation ona and nəqliyyat $2 xərclərinə görə 10 $0.50 dollar a week ödədi for food. və həftədə When she 2 dollar arrived, she witnessed 50 sent something verirdi she'd yemək never üçün. seen Və before. bu qadın Christ kilsəyə revealed gələndə through his people. heyrətamiz For the bir first xeyir time, duanı she aşkar felt etdi ki, spiritually ilk dəfə refreshed. həyatında hiss She etdi ki, gave her o life to ruhən Jesus təravətlidir, and həyatını asked İsa for a Məsihə Bible. tapşırdı Later, və when xahiş her etdi ki, ona mother Bibliya asked her versinlər. to Bir qədər accompany her sonra to a Buddhist ondan temple, anası realized xahiş etdi something ki, had Budist changed. məbədinə getsin Standing there, she və said, gedib "In Budist my heart, məbədinə duranda o I gördü was ki, o worshiping fərqlidir God." artıq. O deyir, mən orada dursam da hiss edirəm ki, ürəyimdə diri Allaha sitayiş I edirəm. love to hear O stories bütlərə about deyil. what the Xoşuma gospel gəlir does to people. müjdənin And as insanların Pastor həyatına Mati gördüyü shared, işi in his haqqında heart, oxumağa. I totally Pastor Maci agree necə ki bölüşdü that öz it ürəyindən, is mən tam razıyam a burden ki, of bu care, a yükdür, burden of qayğının joy, a yüküdür, burden of sevincin concern, yüküdür, a narahatçılığın burden yüküdür of bizim love üzərimizdə, that we have məhəbbətin as yüküdür God's people. bizim üzərimizdə That we have Tanrının love. xalqı olaraq. I want you to see Və three istəyərdim prayers
2-3 in the book duaya of baxaq. Ephesians Efeslərə shortly məktubda duanın that 3 help us understand how bəndinə this works. və bunlar bizə kömək edir ki, You başa might düşək say, necə I baş don't verir know how to müjdənin open my təsiri. mouth. I Biz don't deyə know bilərik ki, how mən to bilmirəm necə share danışım, necə about müjdəni other people. bölüşüm, I necə have başqa insanların enough qarşısına troubles in qalım. my own life. Yetərincə elə öz So həyatımda let's bəlalar, start. The çətinliklər first var. prayer is Və gəlin baxaq. Ephesians 1, Birinci dua bu and Efeslərə starting birinci from verse 16. fəsildədir. 16-cı bənddən başlayır. 1:16 Paul Efeslərə məktubda. said to the Burada Həvari Paul Ephesians, he's Efeslərə deyir not bu to give sözləri. thanks for you, making mention of you. Deyilir ki, sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm dualarımda. Necə dua edirik? Youngstown'da veya Ohio'da veya Pastor Fisher'la Ron Fisher buradadır mı bu akşam? O mənə də yazıb. Əgər buradasınızsa hələ də otura bilərsiniz, yəni ayağa qalxmaya da bilərsən. I Ronald have Fisher. such great, this is what I wrote. I have great Və respect for this deyir ki, mənim böyük 1992 hörmətim var 1992-ci ildə NBCNS məzunlarına. Onlar geri dönmədilər yollarından və onların əli qılınca bağlıdır. Yadınızdadır, Davudun nəhənglərinin əlində xəncərlər var idi və əllərindən bu qılınc düşmür və çox sonra və Chicago'da, Miami'dəki, Las Vegas'da, Los Angeles'də imanlarımız üçün nə deyə bilərik? Və biz bu cür dua edirik. Bax, 17-ci bənddə deyildiyi kimi, Paul deyir ki, dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli ata özünü sizə tanıtmaq üçün hikmət və vəhiy ruhunu versin. Budur. Hələ bu qədər. Daha çox var oxuya bilərik. Bu cümlələr çox yüklüdür. Bənd və bənd fasiləsiz keçə bilərdik. Amma yetərincə olar ki, elə bu bəndi oxumaq, 17-ci bənd. Ki, biz dua edirik ki, kilsədəki ruh, Tanrının məhsi ki var kilsədə, insanların əqlinə təsir göstərsin. Əslində, biz balaca bir diaqram burada çəkə bilərik. Misal üçün, bir şəxsdir və onun başı var, şəkildə görə bilirik və onun ürəyi var. Mənə gəlmir, ekranda görsənmir. İndi düzəldəcək Pastor Androlonis. Yaxşı. Gəlin. Birinci fəslə yenə də qaydaq. 17-ci bənd. Paul deyir, dua edirəm ki, hikmət və vəhiy ruhu Allah versin. Müqəddəs ruh bizə göstərsin. Ki, biz əqlimizdə anlaya bilək. 18-ci bənd. Ki, anlayışımız olsun nəticədə. Neyi başa düşürük? Başa düşürük ki, bizim əqlimizdə anlayışımız var. Biz başa düşürük lütfü, anlayırıq Məsihin kimliyini. Biz başa düşürük ki, Tanrı eynidir dünən, bugün və əbədi olaraq. Biz başa düşürük ki, biz qərarlar çıxara bilərik. Başa düşürük ki, Tanrı bizi sevir və anlayırıq ki, bizim günahlarımız bağışlanıb. Biz başa düşürük ki, biz köçürülmüşük zülmət padşahlığından Tanrının əziz, sevimli oğlunun padşahlığına. Biz başa düşürük Bibliya bəndlərini ki, mən Məsihlə çarmıxa çəkilmişəm, amma yaşayıram. Amma artıq mən deyil, amma Məsih məndə yaşayır. Biz başa düşürük. Çox vacib sözdür bu, anlama. Anlayış. Amma bu anlayış intellektlə yalnız gəlmir. Bu anlayış müqəddəs ruhun vasitəsilə gəlməlidir. Müqəddəs ruh bizə bu şeyləri göstərməlidir. Yəhyə 14, 17, Yəhyə 16, 13, Yəhyə 16, 17, 14, 17. Ruh bu işi görür. Birinci şey, biz burada duada görürük ki, bizim anlayışımıza təsir var. Ruh təsir göstərir ki, Tanrı məni sevir. O mənim tərəfimdədir. Mən narahat olmamalıyam, qayğı çəkməliyəm başqa şeylərin haqqında. Maddə 6-cı fəsli açaq. Bəzən olur ki, çaxnaşmaya düşürük, narahat oluruq. Nə barədə narahat oluruq?
O, uşaqlarımızın about our house, qayğısına about our qalırıq, job, our evimizin, career. We get işimizin, worried about karyeramızın relationships. narahatçılığını çəkirik, We get münasibətlər worried barədə about our narahat oluruq. past. We get worried about our Keçmişimiz present. We get barədə, worried indiki about our zamanımız future. barədə və You can gələcəyimiz say barədə almost narahat oluruq. anything- Və biz deyə bilərik ki, anything that is in hər the nə world, varsa we can dünyada worry about it. biz bunların narahatçılığını çəkə bilərik. But verse 31 in Matthew Amma 6, 31-ci Take bənd no nə deyir? thought. Maddə 6-da. What shall we eat? Burada isə What? deyir, beləliklə nə yeyəcək, nə Take no içəcək thought və ya what nə we shall geyəcək deyə qayğı Or what çəkməyin, we narahat shall olmayın. drink, or what we shall be Nə clothed yeyəcək, with. nə içəcək və ya nə geyəcək deyə qayğı could çəkməyin. that happen? Necə axı? It's Bu this necə little picture. belə şey ola bilərdi? Bax, bu hələ It balaca affects şəkildə. our minds. Bu bizim əqlimizə təsir We end göstərir. up dropping things. Nəticədə biz We end müəyyən up not qayğı caring çəkdiyimiz about şeyləri that, not buraxırıq. caring about Artıq that, bunun not qarşısına caring about qalmıram. that. Not Artıq o bu worrying şeyin about qarşısına that, qalmırıq. not worrying Narahat about this, deyiləm not worrying onun, about that. I bunun don't need və that. I digərin don't care about şey that. barədə. I don't know about you, but I don't Bilmirəm go sizi, shopping that much amma mən because I am- getmirəm I'm çox easily alış-verişə. distracted when I Çünki go into a alış-verişə store. gedəndə çox asanlıqla I have to be yayınıram. very disciplined if I Mən go to çox Home Depot. intizamlı olmalıyam I Home have to Depot write down dükanına getsəm. exactly what I need, Dəqiqliklə and I gotta yazmalıyam put ki, my nələr head down and almalıyam walk və right to başımı that aşağı thing, salıb get düz that o thing, rəfə get gedib out və as fast as I yazdığım şeyi can. almalıyam və I dükkanda gotta başqa get şeylərə out of there. baxmamalıyam, çünki yayınacağam. I gotta get out. Ki Everything dükandan is sonra da çıxmalıyam. fascinating to me. Hər nə məni Everything maraqlandırmağa is başlaya interesting. bilərsə, hər nə But mənim diqqətimi çəkə bilərsə, Paul is onlardan saying, uzaq gedirəm. Paul burada You are deyir born of God, and ki, you siz must Tanrıdan understand doğulmusunuz what və that siz means. başa düşməlisiniz You bunun are born of mənasını. God, and you Sən have to understand Tanrıdan life doğulmalısan in a deeper və way. anlamalısan ki, You həyat have daha found dərindir. God has Sən found Tanrını you, and aşkar you've etmisən, got to Tanrı know səni that He is tapıb the key və sən to başa your life. düşməlisən ki, Tanrı sənin You have to həyatında put Him as açardır. number one. Sən Tanrını nömrə bir Not your etməlisən clothing həyatında. or your food Sənin or your geyimlərin schedule və ya or your yeməyin və ya career. cədvəlin və I ya love it karyeran when I deyil. meet professional Xoşuma gəlir people, but ki, their mən profession peşəkar is not insanlarla their görüşəndə, God. amma peşə I bu love it onların when I tanrısı meet people that olmamalıdır. are Xoşuma gəlir spirit-filled insanlarla and görüşürəm this ki, onlar ruhla life doludur is not və their bu God. həyat onların Their tanrısı children deyil. is not their Onların God. Their övladları family onların is not tanrısı their deyil. God. Onların Their money ailəsi onların is not tanrısı their deyil. God. Pulları I love tanrısı it deyil. when I meet Xoşuma people gəlir, when they have görüşürəm God is insanlarla God. və görürəm ki, Tanrı And onlar when üçün we Tanrıdır. meet these people, Və biz they bu are in insanlarla the church. görüşəndə onlar And it's kilsədədirlər. in the church where our Və bu mind gets kilsədədir enlightened. ki, bizim We əqlimiz start to nurlanır, understand life. maariflənir. Biz həyatı başa düşməyə başlayırıq You know, kilsədə. the natural man grasps for Və life. təbii insan But a həyatdan spiritual yapışır. man has lost Amma his ruhani life. insan öz He has həyatını grasped buraxır. God. O Tanrıdan God has yapışır. taken a hold of Və him. Tanrı Song of Solomon. onun həyatında The book of Song of Solomon nəzarət is edir. about how she found him. There's a great Süleyman verse. Peyğəmbər There's öz a kitabında chapter, yazır. Song of Solomon chapter 3, Süleymanın verse 4 maybe. Nəğmələr I'll nəğməsi quote it. kitabında Maybe I yazılıb. win. This is like a game show. Let's Və see. Do I bəlkə get mən udacağım points? görüm. I Düzgün got bəndi it right. tapacağım. Seriously, it is. I got it. 100 Və points. sən demə 100 düzdür. points. Deməli I'm 100% going to be nəğmələr very wealthy by nəğməsində the end of this message. bu Okay, what? mesajın sonunda Scarcely had I passed by them. Who? Go to verse 3. 3-cü fəsil 4-cü bənd. The watchman of the city. Kim haqqında yazılır? The watchman who Ki goes şəhərin out and he şəhəri found nəzarət me. altında saxlayan o məni The tapıb. watchman, they Nəzarətçi. found me. Onlar And I məni said, tapdılar. Have you seen him? Və soruşdular ki, Have you onu seen görmüsünüzmü? him? Do you know who Onu I'm görmüsünüzmü? looking for? Have you Kimi seen him? Look at- axtardığımızı Have bilirsənmi? you se- I said, have you seen 3-cü the fəsildə one I şəhər love? əsayişini qoruyanlar What məni did the tapdı. watchman- Onlardan soruşdum, They don't könlümün know sevgilisini what you're talking about. görməmisənmi? They don't Onlar know deyir, sən what kim you're haqqında talking about. danışırsan? It's like the Onlar world. bilmirlər biz nə haqqında danışırıq. Bu sanki You're dünyanın saying, bizə soruşduğu I found sualdır. Jesus. Jesus Amma mən found deyirəm, me. İsanı tapdım, İsa I'm in məni love tapıb with Jesus və Christ. mən Christ is in İsa my heart. Məsihlə And I come to the watchman and I say, have you seen him? And they go, what are you sevgidiyəm, talking about? məhəbbətliyəm. Onlar da haven't seen dünyadakılar deyirlər, anybody. sən No, have nədən you seen danışırsan? him? O deyir ki, And yox, then verse 4. biz deyirik, tapmısınızmı The onu? little that I Onlar deyir, sən passed by kimdən them. danışırsan? Sonra 4-cü When I bənd deyir, found the onlardan one. ayrılanda könlümün sevgilisini You got to tapdım. go past some people. Yəni sən keçməlisən bəzi Get adamların past them, yanından. you will find Yan Jesus. keçməlisən və sən You insanı gotta get tapacaqsan. beyond the stuff, Sən the o foolishness. qayğı çəkdiyin şeylərdən Get a little bit kənar beyond olmalısan Facebook. And və maybe Facebookdan you'll biraz find aralan. Jesus.
və bəlkə İsanı Get a tapacaqsan. little bit past the arguing, Bir get qədər a little bit past all the mübahisələrdən conflict, uzaqlaş, the little münaqişələrdən things biraz that happen uzaqlaş in life. Get a little bit və past həyatda about baş verən all the şeylərdən talk about your uzaqlaş food and your clothing və and yemək, your paltar career. şeylərdən And we get a little bit danışmaqdan past that and uzaqlaş, you will find him. bir qədər uzaqlaş Because və you Məsihi find him tapacaqsan. in your walk of Çünki faith. iman And gəzintisində Paul prayed that Məsihlə the görüşəcəksən və Spirit Paul in da the dua edirdi church ki, would kilsədəki enlighten our ruh minds. bizim And we əqlimizi have three parts to nurlandırsın our little sketch və here, just balaca like the memory çizgimizdə 3 şey var ki, This yadımızda is qalsın deyə Ephesians bunu 1. çəkirəm. Efeslərə 1-ci məktubdan bunu saying. And then götürürük. the heart is Və sonra Ephesians ürək. 3, and Efeslər then 3-cü we fəsildə have here qeyd olunur. the mouth Və sonra da ağzımız is var. Ephesians 6. Deməli, Prayer başımız, for ürəyimiz Ephesians və ağzımız. Və Paul Prayer dua eləyir. for my 1-ci head, fəsildə, 3-cü that I fəsildə, would 6-cı fəsildə. understand. Dua edin And then ki, the mənim prayer ağlımda, in başımda Ephesians anlayış 3, olsun. turn there. Və sonra 3-cü fəsildə, gəlin açaq, Efeslər 3-cü And it's fəsli. prayer Ürək haqqında danışılır. verse 3-cü fəslin 14, this cause 14-cü I bow my bəndində. knees unto Buna the görə Father, göylərdə və yer of our üzündə Lord hər ailəyə ad verən Allahın qarşısında diz çökürəm. Wouldn't you like the Apostle Paul to pray for you? Və istəyərdiniz Həvari Paulus üçün dua etsin. Pray for Ki the diz church çöksün Allahın qarşısında here in kilsə Greater üçün dua Grace in eləsin. Baltimore, Greater Grace Greater Baltimore'da, Grace Church in Greater Grace all kilsə the üçün great churches in Azərbaycanda, Africa, the great Bakıda, churches in Afrikada, India, all the Hindistanda, churches in, başqa China, kilsələrimiz the Çində great work of Dan Dunbar böyük in iş South ki, Korea, Dan Dambar and görür the Cənubi prayers Koreyada that are prayed, and və then it says dualar here, ki, ucaldılır of whom Tanrıya the və whole deyilir family in ki, heaven and o earth is named, that he would izzətinin grant you zənginliyinə according to görə his öz ruhu glory and vasitəsilə strength sizi and daxili power varlığınızda qüvvə ilə by his Spirit in the möhkəmləndirsin. inner man. This is Daxili personal. varlığınızda qüvvə ilə möhkəmləndirsin. Bu çox şəxsidir. Jesus İsa would be in our inner man. ki, bizim daxili varlığımızda yer That alsın, Jesus məskən would salsın. be in Ki, İsa our inner man. Please, one little bizim warning. həyatımızda olsun. Və balaca bir Like, xəbərdarlıq. guard yourself from arrogance. We all have it. Özünüzü Guard təkəbbürlükdən yourself from qoruyun. pride. Təkəbbürdən, qürurdan özünüzü qoruyun. Çox fağır olun Tanrının huzurunda ki, Məsih Well, he's ürəyinizdə already in my heart. yaşasın. Yeah, Amma Məsih yeah, artıq he ürəyimdədir. is. Bəli, bəli, o ürəyindədir. But have you Qəbul touched etmisənsə the hem of the ürəyindədir. garment? Amma toxunmuşam Yeah, onun he is, paltarının but do ətəyinə. you have his Bəli, mind in a toxunmuşam. fresh Amma way? Məsihin əqli təravətlidirmi yes, sənin Christ, əqlində? dwells Bəli, in us. He'll Məsih never leave mənim us, never ürəyimdə yaşayır, o forsake bizə heç us. vaxt tərk etmir, heç But vaxt we tək can qoymur. grieve Bəli, the Holy amma Spirit. biz müqəddəs ruhu And the Holy kədərləndirə Spirit bilərik says, when you're done with və yourself, deyilir ki, sən when you özünlə məsələni humble bitirəndən yourself sonra, under özünü my fağırlayandan mighty sonra, hand, fağırlı edəndən sonra will you Tanrı be möhkəm humble əlli and altında submitted to me and give up your stuff mənə and tabe walk in olandan sonra, trust fağırlaşandan and in sonra faith and have the öz reality of əşyalarını Christ təslim edə satisfy you? bilərsənmi mənə? Ki, qoy That's Tanrı why İsa I was Məsih thinking səni today, we don't məqbul drink etsin, alcohol, razı and it's salsın. not to Ona say görə düşünürəm ki, just to the biz church, alkohol it's these içmirik things that are və weird to kilsədə people bir that are neçə in the şey world. var We ki, don't drink alcohol here. insanları dünyadakı insanlardan fərqləndirir. Məsəl üçün, Maybe biz somebody's alkohol thinking, içmirik. Bəlkə kimsə But içəri we girib, got the Gestapo. amma bizim We will Gestapomuz find you. var. Okay, no. Yəni, biz tapacağıq hər içki içirsiniz. Okay. Yox, zarafat edirəm. Hey, İçki hey, içməyin wait a ümumiyyətlə. minute. How can Amma you not drink qulaq alcohol? I can't, sən I necə olur don't. ki, araq içmirsən? Actually, it's Yox, now içmirəm, fashionable istəmirəm. not to. Əslində, bu For health reasons and for sağlamlığa dieting and görə, all that stuff. pəhrizə Well, görə o we qədər are də not doing it because we have deməli, satisfaction faydalı deyil. and Amma biz peace ona that görə runs içmirik. deep in our blood. Çünki bizim Our məmnuniyyətimiz spiritual life, qanımızın I don't dərinliyində, need ruhani it, həyatımızda that. We araqsız da don't var, need it if we alkoholsuz have da var. Christ Bizə dwelling in spirtli our içkilər heart by lazım deyil. faith. Əgər Also, we Məsih save a lot of ürəyimizdə money. imanla And yer we give that tutubsa, money to Pastor onda bizə içki Matthew lazım deyil. Eləcə də biz and help içmirik him və in his mission. pulumuza qənaət edirik və pulumuzu Pastor Another Matiyə thing veririk. is Onun missiyasını sex. onu dəstəkləyirik. Sex Başqa is bir for məsələ marriage. seksdir. Seks That's, nigah the üçündür. world doesn't understand that. Bu They dünya say bunu all başa kinds of düşmür. things about Dünya people like us. İnsanlar bizim haqqımızda çox şeylər danışır, amma mən sizə zəmanət verirəm ki, Tanrının işi var, Tanrının əqli var, Tanrının təbiəti var, böyük hörmət var sizin qız dostunuza və qız dostunuzun böyük hörməti var sizin müqəddəsliyinizə, sizin Tanrı ilə sirrinizə, sizin ehtiramınıza bir oğlan dostu kimi siz ona hörmətlə yanaşırsınız, o da sizə Tanrıdakı münasibətlərinizdə hörmətlə yanaşır və deyirik ki, seks nigah üçündür, nigahda olanlar üçündür.
Bu elə How tanrıdır. did Necə this bu ağlı come alırsan? into your heart? Necə bu sənin Through ürəyinə Jesus gəlir? Christ. İsa Məsihin Did it come vasitəsilə. into your heart? Bu Did you sənin start to ürəyinə have gəlibmi? respect for the Sənin woman and hörmətin the woman yaranıbmı for the man, qadınlara and the qarşı respect və for the qadınların da kişilərə institution of qarşı a family, hörməti and the və biz respect for Allahdan what the aldığımız scripture says about ailə it? Have müəssisəsinə you hörmət brought etməyə that başlayırıq into your və heart? müqəddəs Have you yazıda ailəmiz haqqında processed it? dediyi And you might sözlərə say as a itaət Christian, edirik "No, I və never- bunu I ürəyimizdə never və have." qəlbimizdə And I emal would edirik say, və this sən bunu diagram yaşayırsan mı? is Əgər for çünki yox yaşamamışam, onda deyəcəm bu diaqram bizim prayer hər birimiz üçündür. that Christ Dua not only edirik just be ki, in me, Məsih yalnız but mənim he içində would dwell in olmasın, me. amma mənim I would içimdə have his mind, yaşasın have ki, his mənim heart, and ürəyimdə understand onun əqli what is olsun, love. onun ürəyi olsun və mən başa düşüm ki, məhəbbətin əsl What mənası is nədir? love? Nədir məhəbbət? What is that? Wow. Nədir bu? What is love? Nədir məhəbbət? Respect, Hörmət, honor for God, ehtiram, Tanrıya ehtiram, plan, Tanrının planına and ehtiram the girlfriend. və qız dostum And da if var she's not the woman, və and o out of respect, you break off the relationship, and that's ona how böyük then you ehtiramım go var. on Əgər and sizin walk qız with dostunuz God varsa, and find nigaha God's will for hazırlaşırsınızsa you. And və I Tanrının love iradəsini it when axtarırıq people find each və other xoşuma in the gəlir plan of ki, God. insanlar Tanrının And it's planında not for bir-biri ilə everybody, görüşür as we know, və bu hər kəs in üçün 1 deyil, Corinthians bilirik. 7, 1-ci Korinfləri when God 7-ci gives you fəsil, a good woman, amma Tanrı sizə and you have gözəl qadın found a verirsə, good- it siz says in aşkar King edirsinizsə, James, tapırsınızsa, I apologize King for James that. tərcüməsində I deyilir found a good thing. ki, mən yaxşı şey tapmış I don't oluram think əgər of it gözəl like xanım that, tapmışamsa, but it's kind of mömin xanım funny. tapmışamsa. Bu biraz məzəli səslənə So, bilər, no. amma We have found a great yox, gift. biz And that's böyük the hədiyyə tapmışıq, böyük bəxşiş tapmışıq və bu gözəldir. Başqa nə idi demək I istədiyim? think that's it. Gambling. Sonra Gambling. Qumar You gotta oyunları be an idiot to gamble. və I mean, axmağıq əgər statistically speaking, qumar oynuruqsa, statistik mathematically, baxımından, the whole thing, I riyazi don't believe baxımından, it. I mən can't bu do it. şeylərə I'm an addicted inanmıram, mən kind bunu of person. etmirəm. I do Mən something, I might get alüdə ola really bilərəm into it. I və might go- hansısa it bir işə happened to me girişirəm when və I was alüdə 17 oluram və years ondan old. asılı oluram. I went 17 to the yaşım county var, fair. gedirəm, And there was one of those county big dials, yarımkasına and I put gedirdim $3 on və the orada number and I bir walked nəfər away var with idi $17. When I ki got 3 home, I dollar counted verdim, that money. 17 dollar qazandım o And I go, qumardan "Mom and Dad, I və gəldim deyirəm, found what I anacan, wanna do with my mən life." həyatımda əsas mənanı tapmışam, nə işlə məşğul olmağımı bilirəm, indi nə ilə məşğul olacağam. Qumar oyunları It'll 17 bite you yaşımda. like a viper. Amma o It'll səni steal ilan from kimi you your sancacaq, time, your səndən talent, sənin vaxtını your oğurlayacaq, creativity. istedadını oğurlayacaq, Yeah, sənin it'll yaradıcılığını destroy your oğurlayacaq. relationships, Qumar your sənin bank münasibətlərini account. dağıdacaq. It can take Qumar you sənin down bank hesabını in dağıdacaq, addictions səni and drinking çökəcək and və drugs səni and the alüdə whole edəcək, thing. sən No, içəcəksən you və have found çəkəcəksən. Jesus Christ, Yox, and amma Paul sən said, İsa Məsihi "I tapmısan pray və that he Paul would deyir ki, mən dwell dua edirəm in ki, your Məsih spirit, sənin in the inner ruhunda man. bolluca, You would know daxili his varlığında voice, yaşasın make ki, sən decisions Məsihin and walk səsini with him aşkar by edəsən, faith. qərar Amen. çıxardasan və imanla onunla Amen. yaşayasan Wow, və that's good. gəzəsən. Let's read the Amin. last verse, Amin. 17, Və gəlin, that Christ may 17-ci dwell in bəndə your oxuyaq. hearts like they did, you Ki being Məsih iman rooted and vasitəsilə grounded ürəklərinizdə in yaşasın. love. Və Efeslərə Might give 3:17. up the alcohol. Siz də məhəbbətdə Give up kök sleeping salıb around. The bad təməl habit, qoyasınız, bad habit, içkini buraxasınız, destroying pis your vərdişləri body, tərk destroying edəsiniz, bədəninizi dağıdan the şeylərdən whole uzaq thing. durasınız. That's not God. God's Və bu not in Tanrıdan that. It deyil, should not be Tanrı bu named şeylərdə once yoxdur. among you. Və Ephesians 5 and verse 2. Efeslərə 5 ikinci Fornication. bənd deyir ki, bu şey sizin No. aranızda olmasın, That we be able to zinakarlıq comprehend olmasın with all ki, the siz saints başqa what edəsiniz, is başa the düşəsiz. breadth and length 18-ci and bənd. depth and Belə height ki, and bütün the know of müqəddəslərlə God. birlikdə Məsəhin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşəsiz. Okay. Yaxşı, All right. çox gözəl. All right. Şükür Tanrıya. One other thing. Okay. Və daha bir şey deyim. Hey, ladies, Hey could xanımlar, you be careful about what kind Lütfen. of bathing suit you wear? ehtiyatlı Could you olun. be careful about that? There's men, Ne cür you have no idea. Geyimlər geyinirsiniz. You are not bait. You are Siz not, you're not to be parading balığın around tuta your body. bilənəcək yem You're to deyilsiz be kişilər modest, üçün. conservative. Ki, And by the way, Ağır olun, fağır olun. Christian men Və especially, yeri gəlmişkən, xristianlar, kişilər, xüsusilə biz çox qiymətləndiririk xanımları mömincəsinə və bizə lazım deyil görmək ki, qadınlarda elə şeylər ki, bizi yayındırar, vacib şeylərdən yayındırar. Həyatda və münasibətlərimizdə
və bir-birinizə olan hörmətdə yayındıran şeyləri istifadə etməyin. Sadəcə ümumi deyirəm, siz elə bir dünyadasınız ki, bu şər dünyadır. Qadınlar, xanımlar, bacılar və sizdə sir var. Siz çox əzizsiniz. Sizə lazım deyil özünüzü parad kimi nümayiş etdirəsiniz. Sizə lazım deyil ki, başqaları sizə diqqət versin. Sizdə elə bir daxili varlığınızda gözəlliyi var. Daxili varlığınızda, ruhunuzda gözəlliyi var. Ürəyinizdə o gözəlliyi var. Tanrıdakı həyatınızda gözəlliyi var. İnanın mənə, kişilər cəlb olunurlar möminliyə. Biz o sevincə cəlb olunuruq, müqəddəsliyə cəlb olunuruq. Biz həqiqətə cəlb olunuruq qadınlarda və o möminliyi ki, siz kilsədə tapa bilərsiniz, xanımlar. Və bu dualar ki, Paul dua edir Efeslərə məktubda, bizi vacib şeylərə təqdim edir. O deyir ki, sizin əqiliniz təsir altına düşəcək və ürəyinizdə siz düz qəbul edəcəksiniz və başa düşəcəksiniz. Və əslində bu yazılıb o vaxt ki, bir çox insanlar, əksər insanlar və faiz baxımından Roma imperiyasında bütpərəstlik böyük idi. Orada fahişəçilik davam edirdi və aldadıcılıq, fırıldaqlıq, bütün dünya orada yaşadığı yerdə xristianlıq qalib gəldi bütün o şeylərə, çünki xristianlıq daha yaxşıdır. G.K. Chesterton belə bir şey demişdi ki, bütpərəstlik ən yaxşı şeydir Roma imperiyasında, amma xristianlıq daha yaxşı idi. Və xristianlıq gələndə heç bir şey xristianlıqla müqayisə olunmaz oldu daha yaxşı baxımından. Bizim həyat tərzimizdən daha yaxşı bir şey yoxdur. Və mən bunu bütün gecə təkrarlaya bilərəm. Daha yaxşı xristianlıqdan bir şey yoxdur. Və bizim mədəniyyətdə belə bir cəhd var. Amerika mədəniyyətində ki, biz pis şeyləri yaxşı adlandıraq, yaxşı şeyləri pis adlandıraq və sonra neo-bütpərəstliyə başımızı soxuruq bu mədəniyyətdə. Hələ də bu davam edir. Neo-bütpərəstlik və ən yaxşı təklifinizi verin. Hey dünya, ən yaxşı təklifini de görüm ki, de görüm necə biz yaşayaq, uşaqlarımızı tərbiyələndirik. Və onlar deyir ki, bizim yolumuz sizinkindən daha yaxşıdır. Və mən deyirəm dünyaya, sən kişi qıza oğlan deyirsən və dünya deyir, bəli, bəzən kişi qızlar oğlandır. Mən deyirəm, sən itmisən. Sən çezmisən, ay dünya. Bu cür deməklə, sən çezmisən, ay dünya. Bu axmaqlıqdır, kişi qıza oğlan demək. Siz itmişsiniz və biz o qədər axmaq deyilik. Və bizim həyatımızda, ürəyimizdə böyük iş gedir. Necə bu həyatımızda baş verir? Necə ürəyimizdə baş verir? Müqəddəs ruh vasitəsilə, dualarımıza cavab vasitəsilə, Bibliyanın ürəyimizə danışmasıyla, yeni həyat tərzimizə görə kişi qadını sevəndə o sədaqətlidir qadına. O özünə öhdəlik götürür və o sevdiyi qadına evlənir və o evlilikdə qalır. Dünyada ən yaxşısı elə budur ki, kişi qadına evlənir və həyatı boyunca o qadınla qalır. Və təbii ki, səbəblər var da var ki, yenidən evlənirik, amma buna getmirik. Amma mən sadəcə vəz edirəm və müəyyən şeyləri izah etməyə də ehtiyac yoxdur. Nigahda sadiq qalırıq. Və sonuncu parçaya dua bəndinə keçək. Efeslərə məktub 6-cı fəsil, 18-ci bənd. 6-18. Paul burada deyir, hər cür dua və yalvarışla, həmişə ruhun iradəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub, oyaq qalaraq, bütün müqəddəslər üçün dua edin. Efeslər 6-18. Və mənim üçün də dua edin. Ağzımı hər açanda mənə lazımı söz verilsin. Ona görə də ağız şəklini burada çəkdim. Nəyə görə ağız? Niyə ağzımız çox vacibdir? Çünki sözlər gəlir ağızdan. Çünki sözlərdə toxumdur. Çünki bizim məsləhətimiz var, sözlərimiz var. Sözlərin gücü var. Xeyirxahlığın qüdrəti var. Keçən səfər eşitdik.
İmanın qüdrəti var. Mən Tanrıya inanıram. Mahnılarımızın, oxuduğumuz mahnılarımızın gücü var. Tanrımız eyni Tanrıdır və o dəyişilməzdir. Paul dua edir və deyir ki, lütfən mənim üçün dua edin ki, ağzımı aça bilim və bütün pastorlar, bütün dualara görə sizə şükür edirik, minnətdarıq. Və bir səhər, bazar günü ayağa qalxdım yuxudan, vəz etmək istəmirdim və bir çoxlarımızla bu baş verir bəzən. Bəzən biz tamamilə sevirik vəz etməyi, dua etməyi, amma bir gün gördüm ki, hiss etdim ki, vəz etmək istəmirdim. Dedim ki, arvadıma, və arvadım deyir ki, sən vəz etməlisən, mən sənə deyirəm, arvadım deyir. Və mən sənə bunu deyirəm, və arvadıma deyirəm, yaxşı, vəz edəcəm. Yəni, bu məzəli hekayədir. Biraz düzdür. Yəni, şişirdirəm, amma fikri başa düşürsünüz. Amma mənim üçün dua edin və mən hiss edirəm dualarınızı, Hindistandan duaları. Mən hiss edirəm ki, Filipindən mənim üçün dua edirlər. Mən düşünürəm ki, bizim dualarımızı Çində hiss edirlər, Taylandda və Kambodjada dualarımızı hiss edirlər. Mən inanıram duaya, Argentinada, Peruda və Boliviyada və Costa Rica'da və bütün adalarda dualar mənim xoşuma gəlir və inanıram. Və Ruslara demək istəyirəm, bəlkə onlar baxırlar. Biz sizi sevirik, Ruslar, Rusiyadakılar, Rusiyadakı kilsələrimizi sevirik. Pastor Çeplov, biz sizi sevirik. Pastor Gromo, biz sizi sevirik. Bütün bacı qardaşlarımızı, Saşanı sevirik. Bütün bacı qardaşlarımızı Rusiyada sevirik. Çoxalın və Məsih sizinlədir və o sizin dualarınıza cavab verəcək və Məsihin ruhu bizə əqlimizdə göstərəcək bizim kimliyimizi, bizim ürəyimizdə o bizə göstərəcək ki, biz həqiqəti və ruhu sevirik və bu ruhda və həqiqətdə gəzəcək və o Tanrı öz ruhu ilə bizim ağzımıza öz sözlərini qoyacaq. Necə ki, 19-cu bənddə burada deyilir ki, ağzımı hər açanda mənə lazımı söz verilsin deyə mənim üçün dua edin. Və Ukraynadakı bacı qardaşlarımızı da çox sevirik. Təbii ki. Və biz başa düşürük bütün bu çətin vəziyyətləri başa düşürük ki, baş verir dünyada. Amma biz göylərin, səmaların vətəndaşlarıyıq. Biz Tanrının vətəndaşlarıyıq. Məsih bizim içimizdə yaşayır. Və biz Rəbdən xahiş edirik, dua edirik, deyirik, ya Rəb, lütfən ağzımızı açaq və düzgün sözlər deyək. 19-cu bənddə görün, Paul nə deyir? Ağzımı hər açanda mənə lazımı söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim müjdənin sirrini aça bilim. Və mən hiss edirəm bunu kafedradan sizinlə bölüşəndə. Latinodan pastorlara çox minnətdaram. Pastor Hadley'nin böyük işi olub. Latin Amerikada və Pastor Stan Collinson, Christian Diaz, Pastor Heretamiz sözü. Və bütün bunlar nəyə görə baş verir? Çünki biz ağzımızı cəsarətlə açıb danışırıq və biz deyirik və qorxmuruq və biz insanları razı salmaq üçün danışmırıq. Və bir fikir var idi ürəyimdə. İlyas haqqında. Heç fikir vermişsiniz İlyasın həyatında? Neman gəlir Siriyadan yanına və deyirlər ki, general gəlib Siriyadan, onda cüzamlıq xəstəliyi var. İlyas da deyir, yaxşı, gedin ona deyin ki, gedib çayda özünü yusun. Və görüşməyəcəksən generalla? Deyir, yox, görüşməyəcəm. Niyə? İlyas çıxıb generalla görüşmədi. Məşhur adamlar və necə deyək, ulduzlarla görüşmək xristianlıqda, hə? Ki, ulduzlar kim kimi tanıyır, kim kiminlə əlaqəlidir, kim kiminlə şəkil çəkib, nə bilim, selfie çəkib. Bilmirəm, amma real və ruhani yolda mən bunu başa düşürəm. Amma bu bir növ mənzərə bənzədir. İlyasın missiyası var və bu missiya insanlardan asılı deyil və insanların düşüncəsindən asılı deyil. İlyasın missiyası Tanrının işinə bağlıdır. Və deyə bilərsənmi, həqiqəti Siriyalılara və ya şimalı Samariyalılara və İsraillərə şimalda və İlyas da deyir, mənim missiyam var. Vəftişçi Yəhya qorxmurdu Hiratdan. İsa İsraildən qorxmurdu. İsa Hiratdan qorxmurdu. Ağzımızı cəsarətlə açaq və cəsarətlə Tanrının sözünü deyək, deməli olduğumuz sözü deyək və adamlarımızı imanda ruhlandıraq və müjdəni bölüşək. Bu cəsarət səsküy deyil. Cəsarət sakitlikdir, əminlikdir ki, biz
sirri aşkar edək, müjdənin sirrini aça bilək. Və bu duamızdır. Və gəlin qarşıda gələn ilimizdə bu üç şeyə fikir verək. Bəlkə gecə yarısı yatağımıza girəndə və deyək, ya Rəbb, mən necə dua edim bacılarım və qardaşlarım üçün? Və düşünə bilərsiniz bu sadə cizgini ki, mən çəkmişəm. Mən dua etmək istəyirəm ki, bizim anlayışımız olsun başımızda. Mən dua etmək istəyirəm ki, bizim ürəklərimizdə bu real olsun. Və mən dua etmək istəyirəm ki, biz cəsarətlə ağzımızı aça bilək, məhəbbətlə və anlayışla Tanrının sözlərini deyək, əminliklə və bütün həyatımızı qorxusuz və xəcalətsiz yaşayaq və bütün həyatımızı çaşqınlıqsız yaşayaq və əminli olaq, inanaq ki, Tanrı bizə rəhbərlik edəcək, o bizi yönəldəcək və inanaq ki, dünyada yaşadıqca Tanrı necə bizi istiqamətləndirəcək. Dünya Tanrını başa düşmür, Tanrının yolunu bilmir. Dünya Tanrının əqlini anlaya bilmir. Dünya qorxur, onlar qoyun quzu kimidirlər. Onlar şeylərdən qorxurlar dünyada. Məsəl üçün, Covid gələndə, pandemiyada insanlar ölməkdən qorxurdular. Mən də təəccüb edirdim, həqiqi desəm. Təəccüb edirdim, nə qədər insan ölümdən qorxmağa başladı. Ki, mən də qorxuram, demirəm ki, mən ölümdən qorxmuram, amma doğrudan da mı qorxuram? Doğrudan da qorxuruq. Yəni, təbii ki, bəli, insanlar qorxur. Onlarda bu yoxdur. Onlarda bu dediyimiz söhbət yoxdur. Təbii ki, onlar qorxurlar. Təbii, onlar çobansız sürüdülər. Təbii ki, onlarda vədlər yoxdur. Təbii ki, onlar anlamırlar. Onlarda müqəddəs ruh yoxdur. Qoy Tanrı kilsələrimizə xeyir-dua versin, çoxaltsın kilsələrimizi və insanları gətirsin kilsələrimizə ki, biz və İsa Məsih onlara kömək etsin. İsa Məsihin adıyla. Amin. Amin. Deməli, bizim bu axşam şəfa duamız olacaq və Pastor Steve biz bunu necə edəcəyik? İlahilər oxunduqca kimin şəfaya ehtiyacı varsa bugün toplantıda dualar ediləcək. Lütfən ayağa qalxan. Biz indi ilahiyyə qulaq asacağıq və şəfa dualarımız olacaq və mən istəyərdim ki, siz bir-birinizə, qonşularınıza deyəsiniz ki, bu yaxşı vəz idi. Belə super vəz olmasa yaxşı vəz idi, heç olmasa belə deyin.